Kia'ların şahı səncə hansı maşındır Əkrəm? Sorento 2015-2019 Bu gün də modeli. biz Sorrento'nun setini göstərəcəyik müştərilərimizə. Bəli, bəli. İlk öncə arxa stopundan başlayaq. Full LED olan Zavadskoy çox var. Avtomobilin üzərində gəlir. Yəni bu stopdan da var bizdə. 2019 modeldir bax bunlar. 15-ə də gedir. Bu stopdan da var bizdə. Lupa farası gördüğünüz gibi. Bir de onun 2 lupa farası. Eğer senin maşında 2 lupatsa problem değil ki onu 3 lupa ile değişir. Yok deyirsən sən mənə 2 lupa xoşduram, gəl 2 lupanı belə yapar. Zavadskoy Stecherlə verir, heç bir pedelkada olmur. Ayrı bir gözəlliyi verən BlackBerry dumanlılar. 2011-dən 19-a kimi modellərə var. Koreya maşınlarına da, Amerikan modellərinə də. Görünüşü biraz da dəyişmək istənsə, parlaq jabraları, yan fortçuka üçün onunla eyni rəngdə olan yarasa güzgü qapaqları və Sorento yazılı koreyski vetraviklər. Yağış olan vaxtı, külək olan vaxtı sizə köməkli göstərir. Və abisovkaları göstərəcəm sizlərə. Hər dizaynda var. Buna ciddi dizayn deyilir. Full qara rəngdə, kamera yerli, nikkel rəngdə, 2 xəttlər və Zavadskoy Diamond model. Aşağıda işıqlı diamond sertifikası da var. 15-17 modelləri də var. 18-19 modellərində də var. Favorit işığı ilə, avarin ilə bir yerdədir. Maşına həqiqətən gözəl bir görünür. Orijinal padloşkasını axtarırsan ha. Bax, orijinal padloşkası budur. Hər yerdə satılan o elsizlərdən deyil. Bax, ləyinliyindədir. Ayaq rahat oturur bunun üstünə. Arxasının kraşleyini də göstər. Əsas müştərilərimizə maraqlı olan kraşleyi nə olur? O birisi padnoşkalar kimi ayrı kraşleyindir. Birbaşa padnoşkanın üzərinə bağlanıb. Nəyə görə 400-500 kilo kimi mən buna garantiya deyirəm? Çünki bütün kraşleyləri, zavod üstündə olan kraşleyləri dəmir.